Bir duada mən bu duanı təfsir eləmişəm, xatırlayıram. İlahi habli kemaləl inqita'i iləyk. Deyir, İlahi, mənə hər şeydən qopub sənə birləşməyin kamilliyini yaşad, nəsib et. Hər şeydən ayrılmaq, qopmaq. Güclü insanlar ona görə də öz üzərində işləməli və hər bir onun öz bağlılıqlarını kəsməlidir. Tövhid yolu əvvəl qopmadır, sonra birləşmədir. Hər şeydən qopub birləşə bilərsən, qopmadan birləşmə mümkün deyil. İnsan ki, hər şeydən qopdu, ondan sonra elə bir feyz aləminə daxil olur, elə məst şəkildə yaşayır ki, onun həyatının ləzzətini heç cür təsəvvür eləmək mümkün deyil. Bütün bağlılıqlar hərəsi öz həddində bizə qəm verir. Bizim bu streslərimiz, acılıqlarımız, bütün bu narahatlıqlarımız bağlılıqlarımızın nəticəsidir. Qorunmaq üçün bağlılıqları kəsirsən və bağlılıqları kəsmiş insan, fani şeylərə bağlılıqdan qopan insanın həyatının nizamı gözəl olur, həyatının keyfiyyəti artır. Ey xoş ol məsti ki, bilməz qəm-i aləm nəymiş. Nə şəkər aləm üçün qəm nə bilər, qəm nəymiş. Füzulinin misrasıdır. Ey xoş ol məsti ki, bilməz qəm-i aləm nəymiş. Xoş ol məst adamların halına ki, qəm nədir bilmirlər. Bu din məntiqidir. Niyə görə? Çünki qəm gətirən amillərdən qopublar. Qəm insanı zəiflədir, aciz duruma salır. Qəmli insan təsirlərə məruz qalır. Çünki gücdən düşüb. Qəmdən qopmaq üçün, həmişəlik qopmaq üçün inqita, yəni o qırılma tələb olunur. Bağlılıqları kəsmək tələb olunur. Bu qədər ki, təkid edirlər, namazları vaxtında qılın, namazları vaxtında qılın. Gedirsən alimin yanına, arifin yanına, deyirsən, mənə tövsiyə ilə neyniyim? Heç nə, sadə bir şeydir. Deyir, namazlarını vaxtında qıl. Adamlar var, deyək ki, bunu bilirik. Mən gəlmişdim, bir söz deyəsən mənə. Namazlarını vaxtında qıl, oturub araşdıranda görürsən ki, namazı vaxtında qılmaq üçün nə qədər həvai nəfslə sən mübarizə aparmalısan. Sən bir proqram töksən ki, vaxtında, azan vaxtı durub namaz qılasan, yuxuvu tənzimləməlisən, yeməyi tənzimləməlisən, içməyi tənzimləməlisən. Keçmişdə mən danışmışam, hər bir namaz azanı bizi hansısa bir bağlılıqdan qoparır. Ona görə deyir vaxtında qıl ki, sən hal-hazırda hansısa könül bağladığın bir işlə məşğulsan, azan gəlirsən, qalxırsan, işivi yarımçıq qoyursan, eyni zamanda qəlbindən qopardırsan onu. Qayıtçılama prosesidir. O bağlılıqları kəsmə prosesidir namazın əvvəl vaxtı, azan vaxtında qılınması. İnsanı mənəvi baxımdan gücləndirir. Çünki insan azad olmalıdır, azad insan olmalıdır. Allaha qovuşana qədər azadlığını qorumalıdır.